merhaba arkadaşlar. Bugün sizlerle birlikte sual cevap videosu çekiyoruz. Salam dostlar, necəsiz? Bu gün biz sual-cavab yarışı keçirəcəyik. Deməli, dostlar, mən nə etdim? Chatbitdən suallar tərtib etməsini istədim. Elə bir ki, Yusifə uyğun və Zeynəbə uyğun ayrı-ayrılıqda eyni sual olmayacaq, fərqli suallardır. Yəni dedim ki, qoy bir dəfə də chatbiti bizim üçün suallar tərtib eləsin. Yəni hər dəfə mən özümdən deyirdim. Bu dəfə dedim ki, qoy görüm chatbiti bizim üçün nə suallar tərtib edəcək və o da sağ olsun düşündürücü suallar tərtib etdi. İndi bilmirəm bunlar cavab verə biləcək yoxsa yox. Deməli, yarışımızın qalibinə həftə sonu istədiyi cipsi alınacaq. Əslində mən abur-cubur yeməklərinə qarşıyam, amma bunların da istəyi odur ancaq abur-cubur yemək. Yəni cips alınacaq yarışın qalibinə. O videonu da çəkib sizə göstərəcəm ki, baxın aldım yəni. Keçən dəfə də Əsmərlə Yusif arasında yarış olmuşdu və Yusif qalib olmuşdu və gedib biz cipsini alıb gətirib Yusifə vermişdim. İndi başlayırıq uşaqlar chatbitinin hazırladığı suallara görək siz necə cavab verəcəksiniz. Birinci Yusifdən başlayıram qızım. Aha. Yusif, sənin yaşadığın şəhərlə başqa bir şəhəri müqayisə et. İqlim, əhali, təbiət baxımından fərqləri yaz. Yəni sən hansı şəhərdə yaşayırsan? Bir də onu mənə denə. Azərbaycan ölkədə. Bakı şəhərində yaşayırsan. İndi Bakı şəhəri ilə Azərbaycan başqa bir şəhərin və ya xarici ölkənin şəhərin fərqi yoxdur. Bir şəhər seç, özün üçün Bakı ilə onu müqayisə edəcəksən. Həm iqlim olsun, əhali olsun, təbiət baxımından olsun. Yəni sən bir şəhər seç. Yəni başqa ölkənin şəhəri də ola bilər. Türkiyə ölkədir, ürəyim, şəhər deyirəm. Şəhər, ölkə demirəm. Amma o arası tapmıyorum ki, nə dedim? Yox, sadəcə olaraq şəhər seçirsən. Azərbaycandan da bir şəhər seçə bilərsən, xarici ölkədən də bir şəhər seçə bilərsən və o həmin şəhəri Bakı şəhəri ilə müqayisə edəcəksən. Yaxşı və pis mənalarını deyəcəksən də, fərqləndirəcəksən elə bir. Sən bir şəhər seçə bilmirsən indi. Tanıdığın bir şəhər. Türkiyənin İstanbul şəhəri. Tamam. İstanbulu seçdin. İstanbulla Bakını müqayisə elə. Əhali olsun, iqlim olsun. İqlim yəni hava şəraiti olsun. Məsəl üçün əhali, Türkiyənin əhalisi İstanbulun əhalisinə qədərdir, Bakının əhalisinə qədər. Yox, ölkə demirəm, mən şəhər deyirəm. Və ya təbiət baxımından, məsəl üçün necə deyim, qədimilik baxımından, yəni nəsə bir şey müqayisə elə də eləyə biləcəksən. Azərbaycanda Yenə Azərbaycan tutursan ürəyim. Başa havalar yaxşıdır, amma biraz soyuqdur. İstanbulda biraz havalar çox istidir, gələ. Nə alakası? Əhalisi bilmir ki bunun. Əhalisi nə bilmir. Tamam, bu suala cavab verə bilmədin. Bax, sənə bir söz deyim. Amma qədim yerlər var, müzeləri var. Bir də 1000 metrəlik körpüsü var belə. Ayşə, bax bu seçə bildin, belə bir şey fərqləndirə bildin. Hə, yaxşı, bunu doğru cavab kimi qəbul edirəm. Bir dənə də sənə şey deyim. Bakıya küləkli şəhər deyirlər. Çünki Bakıda hər zaman küləklər olur. Yay olsun, qış olsun, payız, yaz fərqi yoxdur. Ona görə Bakını küləkli şəhər adlandırırlar, yadınızda qalsın. Amma İstanbulda buna baxın, nisbətən az olur. Bir də İstanbulun əhalisi 10 milyondur, Bakının əhalisi 2 milyondur. Yəni 1 milyon, 2 milyon belə də arasındadır. Yəni çünki İstanbul həm də İstanbul böyük bir şəhərdir, amma Bakı ona nisbətən kiçik bir şəhərdir. Yəni Türkiyədə qədimi abidələr çoxdur. Bakıda da var, amma Türkiyədə daha çoxdur. Türkiyə daha doğrusu mən də çaşdım, belə İstanbulda daha çoxdur. Səhv elədim, üzr istəyirəm. Tamam. Bunu qəbul elədim. Bir suala düzgün cavab verdin. 10 sual verəcəm də. Ondan birinə düzgün cavab verdin. Aha. Azərbaycan ölkəsində yaşayırsan da, elə Yusuf. Ölkənin, yox, sənə deyirəm, qurtaracağam, sonra Zeynəbə keçəcəm. Ölkənin hansı təbii sərvətləri var və onlar insanların həyatına necə təsir edir? Azərbaycan ölkəsinin hansı təbii sərvətləri var? Ayda yeni altına çıxırdı. Aha. Neft. Ay, sağ ol. Neftə ağ qızıl, qara qızıl deyirlər. Bəs başqa hansı təbii sərvətləri var? Bir də Qazımız da var, düz deyirsən. Qaz da var, sonra pambıq da var. Pambığa da ağ qızıl deyirlər, pambıqçılıq. Yəni təbii sərvətlərdən də daha doğrusu neft, qaz düz dedin. Elə ən böyük şey neftdir. Onu düz dedin. 10 sualdan ikisinə düzgün cavab verdin. İndi keçirik dərslərə. Əgər sən müəllim olsaydın, hansı fəni necə maraqlı edərdin? Müəllim olsaydın, elə bir hansı fəni, fən bilirsən də nədir, dərslik. Onu necə maraqlı edərdin, yəni necə maraqlı keçərdin? Hansı fəni? Birinci bir fən seç. Riyaziyyat. Onu necə maraqlı keçərdin ki, uşaqlar ona daha çox marağı, istəyi artsın da, yəni. Şagirdlər arasında yarış. Qazananda diplom. Özün verərdin, tərtib edərdin onu, yoxsa ümumiyyətlə elə siniflər arasında, məktəblər arasında yarış keçirdin, yoxsa sinifdə? Özləri arasında. Ay, sağ ol. Yaxşı. Bu da üçüncü. Deməli, ailədə hər kəsin vəzifələri niyə vacibdir? Öz ailəndən nümunə ver. Ailədə hər kəsin vəzifələri niyə vacibdir? Sənin vəzifən nədir ailədə? Ailəmizdə sənin vəzifən nədir? Onu birinci denə. Sən
uşaqsan da, eləmi? Övladsan. Sənin vəzifən nədir? Övladlıq vəzifən nədir? İndi bu ailədə sənin 12 yaşın var. 12 yaşa görə sənin bu ailədə vəzifən nədir? Bilmirsən? Çox təəssüf. Ailənin ümumiyyətlə ailədə hər kəsin bir özünə uyğun vəzifəsi olur. Sən də övlad olaraq, 12 yaşlı bir övlad olaraq sənin vəzifən dərslərini yaxşı oxumağındır. Səndən evdə heç kəs heç nə istəmir. Sadəcə o dərslərini yaxşı oxu, məsuliyyətli ol, sözə qulaq asan ol, tərbiyəli ol. Söz qurtardı, getdi. Amma cavab verə bilmədin. Deməli sən neçə sual oldu? Cavab verdin. Deməli 1, 2, 3 suala cavab verdin, bir suala cavab verəmədin. 4 dənə sualımız getdi. Aha. Qaldı 5 dənə. Yox, daha doğrusu 5 dənə sualı getdi. 5 dənə sual getdi, birinə səhv cavab verdin. Qalıb 5 dənə sualımız. Ailədə yaranan kiçik problemləri necə həll etmək olar? Üzr istəyərək. Ay, sağ ol. Hədiyyə alırıq. Ay, sağ ol. Hədiyyə yox, elə üzr istəmək bəs edir. Aha, 6 sualımız getdi, bir dənə səhvim var. Keçdik bura. Sonra. Hə, yaxşı dostun hansı xüsusiyyətlərə malik olmalıdır? Səbəblərlə izah et. Sənin yaxşı dostun hansı xüsusiyyətlərə malik olmalıdır? Birimizi tanımaq. Xüsusiyyətlər. Sonra. Həmişə arxasında olmaq. Bir də kömək olmaq. Elə bu. Başqa bir şey bilmirsən? Yox. Yaxşı dostun hansı xüsusiyyətlərə malik olmalıdır? Deyən, ədalətli olmalıdır, xeyirxah olmalıdır. Cəsarətli, Ay, mehriban, ay, sağ ol. Çox şey saldın, nə olar? qayğıkeş. Ay, sağ ol. Sənə Tamam. 7 sualımız getdi, bir dənə səhvim var. Əgər dostun səhv edərsən, ona necə kömək edərdin? Dostun sənə qarşı bir səhv edib. Ya daha doğrusu öz nəysə ümumiyyətlə həyatda yaşadığı müddətdə nəysə bir səhv edib. Ona necə kömək edərdin? Başa salır. Nəyi başa salardın? Səhvini. Səhvini. Başa salaraq kömək edərdin. Hə. Səhvini düzəltməsini kömək edirdim. Hə, yaxşı. Aha. Aha. Sonra deməli neçə sualımız getdi Yusif? 8 sualımız getdi. Aha. İndi keçdik bura. Səyahət və düşüncə suallarına. Səyahət etməyin insanın dünya görüşünə necə təsiri var? Dünya görüş bilsən də nədir? Hə. Dünya görüş yəni hər şeydə məlumatın olmağıdır. Yəni biliyin, savadın olmağıdır. Səyahət Etməyin insanın dünya görüşünə necə təsiri var? ölkənin şəhərini tanımaq, onların dillərini öyrənmək. Onların ümumiyyətlə də səyahət edirsən, hansı ölkəni gəzirsən, elə bil ki, o ölkə haqqında məlumatın olur, yeməyi olsun, sonra şəhərləri olsun, ölkə haqqında məlumatın olur da ümumiyyətlə. Demək, 9 sualımız getdi. Əgər sənə istənilən ölkəyə getmək imkanı verilsəydi, hara gedərdin və orada nə öyrənmək istəyərdin? Mən deyirəm. Hansı ölkəyə getmək istəyərdin? İmkan verilsəydi, hansı ölkəyə getmək istəyərdin? Və orada nə öyrənmək istəyərdin o ölkədə? Hansı ölkəyə birinci getmək istəyərdin, onu deyən? Türkiyə. Amerikaya. Getmək istəyərdin. Və orada nə öyrənmək istəyərdin? İngilis dilini. Uşaqların necə həyat yaşadığını. Tamam. Hə, Yusifimiz 10 sualdan birinə səhv cavab verdi. Görək indi Zeynəbimiz necə olacaq? Görək də chat-biti tərtib edib bu sualı. Mən tərtib etməmişəm ki, deyəsən ki, ana mənə çətin sual tərtib etdin. Bacıma asan sual tərtib etdin. Yəni chat-biti tərtib edib, daha doğrusu tərtib edib. Demək başlayırıq. İndi dostlar, Zeynəbin suallarına keçdik. Görək necə olacaq. Zeynəb, əgər sən başqa bir şəhərdə yaşasaydın, həyatın necə dəyişərdi? İntixabımız imkansız. Başqa bir şəhərdə, istəyir Azərbaycan şəhərləri olsun, ya başqa ölkələrin şəhərləri olsun, fərqi yoxdur. Yəni, orada yaşasaq. Laplandiyada. Hə, Lapland? hə. Orada yaşasaydın, məsəl üçün, Laplandiyada, həyatın necə dəyişərdi? Həyatında hansı dəyişiklik olardı? Orada İngilizce danışardım. Hə, İngilis. İngilizce danışardım. Hə, ingiliscə danışmaq məncə həyatı o qədər də dəyişməzdi. Dəyişmir, Başqa, hətta o da dəyişir, dildir də, dili bilmək yaxşı şeydir. Sonra ümumiyyətlə başqa həyatın necə dəyişərdi qızım sənin fikrincə? Orada nə dəyişiklik eləyərdin? Necə yaşayardın?
Onu deyin. Bilmədim. Yəni bu indi yaşadığın şəhərlə oranın səncə nə fərqi nədir? Burada yaşadığın həyatla oradakı yaşayacağın həyat necə dəyişiklik eləyərdin ki, burada yaşadığın kimi olmasın yəni. Orada həmişə qış olur. Antarktikada olur ya. Yox, Həmişə qış. Laplandiyanı deyir. Laplandiyada soyuq iqlim şəraiti olan bir şəhərdir. Yəni onu düz deyir əslində. Hətta Hə. sonuç ama öyle bir şey yok. Hə, tamam. Yaxşı qızım. Buna cavab verə bilmədin. Ha, yeah. Yaxşı. Səncə insanlar niyə müxtəlif ölkələrdə yaşayırlar? Çünki onların öz yurdudur. Yox, müxtəlif ölkələrdə yaşayır. Düzdür. İnsanların öz ölkələri var. Düzdür, yaşayırlar. Onu düz deyirsən. Müxtəlif ölkələrdə yaşayırıq da. Məsələn, sən Azərbaycanda yaşayırsan, başqa biri Türkiyədə yaşayır, başqa biri Amerikada olsun, İspaniya olsun, Portuqaliya olsun, fərqi yoxdur da. Hər kəs düzdür, öz vətənlərində yaşayırlar. Onu düz deyirsən. Yaxşı, düzdür. Doğru qəbul elədim. Yəni 2 sualdan biri səhvdir, biri düzdür. Demək, əgər məktəbdə yalnız bir dərs olsaydı, hansını seçərdin və niyə? Əgər məktəbdə yalnızca bir dərs keçirsəydi, hansı fəni seçərdin, hansı dərsliyi seçərdin ki, ancaq o dərs keçirilsin sənin üçün? İngilis dili. Və niyə? Səbəbin də nə? Niyə ingilis dili? Çünki böyüyəndə Aha. İngiliscə danışacağam. İngilis dilini sevirsən də, deyən sevirəm də belə də, yəni ingilis dilini yaxşı. Aha, deməli, doğrudur. 3 sual, 2 doğru cavab. Sonra səncə dərs oxumaq gələcəkdə bizə necə kömək edir? Dərs oxumaq bizə gələcəyin üçün sənin üçün necə kömək edə bilər? Dərslərini oxusan, yaxşı oxusan. Sorsan. Necə kömək edə bilər qızım sənə? Hər Dərsi şeyi bilirəm. hər şeyi bilərsən, düzdür. Məsəl üçün gələcəyin üçün nə dəyişiklik olar dərsləri yaxşı oxusan? Sənin üçün necə təsir eləmiş olar? Bilməsəm qazanmam. Bilməsəm mən qazanmam. Hə, denən də qızım, dərsləri yaxşı oxusan, sənin üçün nə dəyişiklik olar? Denən də. Nə var ki orada? Bilməsəm mən qazanacağam. Gələcəyin üçün nə cür dəyişiklik olar? Böyüdükcə dərsləri yaxşı oxusan, 10-cu sinif olsun, Dilləri 11-ci. bilərəm. Dillərdən əlavə ümumiyyətlə sənin həyatında nə cür dəyişiklik olar? 10-cu sinif, 11-ci sinifi oxudun, yaxşı oxuyaraq bitirdin. Sonra nə edəcəksən? Denən də. Sonra nə edəcəksən? Yaxşı oxuyaraq bitirsən məktəbi. Nə edəcəksən? Qızım, universitet oxuyacaqsan, həyatında dəyişiklik olacaq. İstədiyin sənətdə işləyəcəksən və o da sənin üçün müsbət təsir olacaq da qızım. Belə, yəni biliyin olsun. Yəni dedim, yaxşı. Amma bilmədim. Demək, neçə sual oldu bu? 3 sual. Yox, 4-cü sual, hə. 4-cü sual ikisini səhv. Hə. Sən ailənə necə kömək edə bilərsən? Onları sevindirərəm. Onlara hədiyyə alaram. Dərsimi yaxşı oxuyaram. Aferin, doğrudur. Sonra, ailədə hamı bir-birinə kömək etməsə nə baş verir? Ailədə hamı bir-birinə kömək etməsə nə baş verir? Yəni, Yusuf sənə kömək eləmir, Yusuf mənə kömək eləmir. Məsəl üçün, mən atama kömək eləmirəm, nənəvə kömək eləmirəm. Yəni, nə baş verir? Hə, hamı bir-birinə kömək eləməsə nə olar? Hadi onu yenə. Yox, hamı bir-birinə kömək eləməsə nə olar? Nə hadisələr baş verir? Yəni. Yaxşı olar, pis olar hamı bir-birinə kömək eləməsə. Ay, söz denən də yenə pis olar. Yəni. Sonra. Yaxşı dost olmaq üçün nə etmək lazımdır? Dostuna kömək etmək lazımdır. Ay, sağ ol. Dar günündə ona yanında olmaq lazımdır. Aferin mənim qızıma, aferin. Sonra, əgər dostun səninlə oynamaq istəməsə, nə edərdin? Dostun səninlə oynamaq istəmir, nə edərdin? Məsələn, ondan inciyərdin, yoxsa inciməzdin, onu başa düşərdin, yoxsa necə reaksiya verir? Yaxşı, doğru qəbul edirik. Əgər sən bir heyvan olsaydın, hansı olardın və niyə? Səbəbini açıqla. Dovşan. Aha, niyə? Səbəbini açıqlama ver. Niyə dovşan olmaq istəyərdin?
Səbəbi Hə. Dovşan hansı xüsusiyyəti sən xoşa gəlir ki, sən məsələn deyirsən mən dovşan olsaydım, dovşan olmaq istəyirəm. Dovşanın məsələn bu xüsusiyyətinə görə. Dovşanın nə özəlliyi var ki, sən dovşan olmaq istəyirsən? dovşan turna. Sən turlanı yeməyi sevirsən o şey. Tamam. Yaxşı, gəl bu saldan kənara çıxaq, Yusufə də salım. Yusuf, sən heyvan olmaq istərdin. Hansı heyvan olardın və niyə? De görüm. Pişik. Niyə pişik? Hər yer dırmaşa bilsən. Bütün heyvanlar dırmaşa bilirdi. Ona nə dəxli var? Dırmaşa bilmir ki. Ən yuxarı çıxa Oy, bilmir. Ağacın üstünə. Nə olsun, bütün heyvanlar dırmaşa bilər, yəni başqa heyvanlar da var. Obşin pişik də sevirsən yəni. Tamam. Sağlam olmaq üçün hansı yeməkləri yemək lazımdır və niyə? Meyvə tərəvəz. Niyə? Səbəbini açıqla. Çünki onlar sağlıqlıdır. Ay, sağ ol. Sevir tahmin. Bəli, vitaminlərlə zəngindir. Deməli dostlar, 10 dənə sual Zeynəbə verdim, 10 dənə sual Yusufə. Zeynəbin 2 səhvi var, Yusufun 1 səhvi var. Qalibimiz Yusufdur yenə, hər zamanki kimi. Çox asandır. Aha, indi nə olacaq? Hə, nə oldu? İndi gələn dəfə bizdən belə bir şey düşünürəm Yusuf. Chatbot-dən özümə qarşı da suallar tərtib etdirəcəm. Bir də sənə qarşı Zeynəb sualları ya da Zeynəbin özümə ya da nə bilim səndən özümə bilmirəm. Nəsə yarış keçirdək. Mən yaşlı olmaq istəyirəm. Hə, Zeynəb bizə sualları verər, onda necə deyir, nə fikirləşsən Zeynəb bu haqqda? Yusufla mən yarışım. Yusuf'a zor verəcəm, sən əsas verəcəm. Tamam. Ya da özün istəsən sualları, ya da özün sualları tərtib edərsən, fikirləşərsən, düşünərsən. Yusuf ya da özü sualları da düşünə bilər. Yəni istəyir Yusuf'a uyğun sual, mənə uyğun sual düşünə bilərsən, tapa bilərsən. 10 dənə Yusuf, 10 dənə mənə. Yəni düşünüb yazarsan, bizi yarışa qoşarsan. Sual vereyim. İnci sən bizə demişdin, heyvan olsun. Mən məsələn heyvan olsaydım pişik olardım mən də, çünki mən pişikləri sevirəm. Çünki pişikləri xamarlamağı, tumarlamağı sevirlər. Mən də o xüsusiyyəti çox sevirəm. Belə. Yaxşı dostlar, sağ olun. Kanalımıza abunə olmaq. Like atmayı. Like. Zəngə basmayı unutmayın. Bəli, dostlar. Yorum yazmayı da. Bu belə videolar xoşunuza gəlsə, biz tez-tez çəkəcəyik. Və yorumlarda bunun gözəl yoxsa çirkin olduğunu Sağ olun.